Hər bir hospitalda işləyirəm. Birdən görsən hansı əsgərin nəyisə ihtiyacı olur, anaları olmur, analarının xəbəri yoxdur. And ola balamın torpağına. Gedirəm, gücüm çatana alıram, gedirəm, soruşuram, maraqlanıram. Bəlkə nəyisə ihtiyacım var. Biri qayıt dedi ki, mənim anaya ehtiyacım var. Çünki mən əskərə getdiyim gün anam rəhmətə gedib, anam yoxdur. Mən hələ də o əskər orada yatır, mən o əskərin dalıncan gedirəm, deyirəm, o anasızdır, mən də balasız. Bəlkə nəyisə ehtiyacı olar, bəlkə köməyim olar. Hansısa bir əskərə qəyyumluq eləyirəm. Olduğu yerdə tapşırıram. Yalvarıram ki, sən Allah orada nəzarətiniz üstünüzdə olsun. Balamı elə bilmədim, dalıncan gedə bilmədim. Bəlkə hansısa bir anamı sevindirərəm. Hansısa bir ana xoşbəxt olar, mən də xoşbəxt olaram. Balamın ruhu şad olar. O təşəbbüsünü eləyirəm hansı. Kimisi babasını sevindirəndə, kimisi anasını sevindirəndə elə bilirəm, mənim də balam sevinir.